2025-ci il martın 2-sində gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində yerləşən AAF Park yaşayış kompleksinin ərazisində fəaliyyət göstərən Faxralı restoranında güclü yanğın baş verib. Yanğın qısa müddətdə restoranın geniş sahəsinə yayılıb və böyük alov kütləsi ətraf mühitə ciddi təsir göstərib. Hadisə şahidlərinin sözlərinə görə yanğın gecə saatlarında baş verdiyindən ətrafda az sayda insan olub. Lakin restoranın daxilində və yaxın ərazilərdə olan insanlar təxliyə edilib. Alov sürətlə yayıldığı üçün yaxınlıqdakı obyektlər və avtomobillər də təhlükə altında olub. Yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin FHN Dövlət Yanğından Mühafizə Xidmətinə təcili məlumat verilib və hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürən və xilasedici qüvvələr cəlb olunub. Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində alovun ətrafdakı binalara keçməsinin qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. İlkin ehtimallara görə yanğın elektrik naqillərində baş verən qısa qapanma və ya restoranın mətbəx hissəsində meydana gələn nasazlıq nəticəsində baş verə bilər. Hadisənin tam detalları hüquq mühafizə orqanları və FHN tərəfindən aparılan araşdırmalardan sonra dəqiqləşdiriləcək.